İli 95'dir, 3.2 motor benzin. Sənədlərində heç bir problem yoxdur. Nə vaxtdan sizindir maşın? 1 ildir məndədir. Kimin adınadır? Qardaşımın adını general davranış verirəm 1 illik. Aha. Aformut olunub qardaşınızın adına. Bəli, bəli. Lap yaxşı. Alqı-satqıda problem olmayacaq. Heç bir problem yoxdur. Tex motor, sığorta, hər şey qaydasında. Alandan xərciniz nə oldu? Nə düzəltdirdiniz? Alandan bir dənə karabka düzəltdirmişəm, pis o. Başqa heç bir xərci yox. Yəni Karabkada gecikmə mi var idi, yoxsa nə eləyirdi? Ha, biraz gecikmə vardı, yağını dəyişməmişdim deyə. Problem yaratdı, onu da dəyişmişəm, düzəltdirmişəm. Maşınımız da 377 min göstərir, səhv Bəli, eləmirəmsə. bəli. Orijinaldır, Orijinal orijinal. öz proprietir, bəli. İlinə görə biraz inandırıcı gəlmir, onun üçün deyirəm. Ha, yox, öz proprietir. Dostum, motorun böyüklüyü deyir ki, yəqin az sürülüb. Ha, az sürülüb də, indi benzin bahalı olduğuna görə. Mühərrikdə vəziyyət necədir? Motor, karabka, mühərrik saat kimi işləyir, heç bir problemi yoxdur. Hər şey yaxşı qaydasında. Dediniz qaz da quraşdırmışıq. Bəli, bəli, balonu çıxart.